Baxaq 18-ə. Deyir ki, hansı sözün leksik mənasında düzgün izah olunmayıb? Abzas. Mətnin sətr başında, o biri sətr başına qədər olan hissə abzasdır. Təkəbbürlü, loğa, astroloq, göy cisimləri haqqında elm. Burada səhv C variantı. Çünki astroloq göy cisimləri haqqında elm deyil. Astroloq insandır. Əgər astroloji olsaydı, sən deyəni götürərdik. Astroloji olmadığına görə bunu biz səhv kimi götürürük. Yenə deyirəm, astroloq göy cisimləri haqqında elmi iş aparan insandır. Amma astrologiya elmdir. Başa düşdün? Sonra səhvin hardadır? 19. Hansı sözün leksik mənası düzgün izah olunmuşdur? Yarımada, üst tərəfi su ilə əhatə olunmuş quru sahə. Sabit. Sabit dəyişkən demək deyil. Sabit olduğu kimi qalan deməkdir. Adi biz məsəl üçün leksikada frazoloji birləşmələr keçəndə deyə söz birləşmələri iki yerə bölünür. Sabit, sərbəst söz birləşmələri. Sabit söz birləşmələri nədir? Frazoloji birləşmələr. Çünki sabitdirlər. Olduğu kimi də qalırlar. Nə aralarına söz daxil edə bilirik, nə parçalaya bilirik, nə cümlənin istədiyimiz yerində işlədə bilirik. Olduğu kimi qalırlar. Amma sərbəst nə deməkdir? Dəyişkən. Yəni sərbəst söz birləşmələri də odur ki, arasına söz daxil edə bilirik, parçalaya bilirik, cümlənin istədiyimiz yerində işlədə bilərik. Amma sabit söz birləşmələri bunların heç birinə aid deyil. Eyni zamanda da sabit sözü. Sabit dəyişkən demək deyil. Sabit olduğu kimi qalan deməkdir. Sonra 22. Baxaq 22-yə. Deyir ki, birinin leksik mənası səhvdir. Ezamiyyət. Bu qalsın. Flora hər hansı bir yerin və ya geoloji dövrün bitki aləmi. Etiket, malın eksponatı, əmlaç, mülklər, torpaq, etina, artıq diqqət yetirmə. Burada ezamiyyət, məzuniyyətə çıxaraq istirahətə getmək deməkdir. Ezamiyyət o deyil. Məzuniyyətə çıxmaq başqa şeydir, ezamiyyət götürmək başqa şeydir. Cavab burada A variantı olmalıdır.